Salam əziz abituriyentlər. Polis Akademiyasında oxumaq istəyən abituriyentlərin diqqətinə son dəqiqə bir xəbər çatdırmaq istəyirəm. Odur ki, videomuzu sonuna qədər izləyin, bəyənin və paylaşın ki, Polis Akademiyasında oxumaq istəyən digər abituriyentlər də bu haqda məlumat əldə etsinlər. Əziz abituriyentlər, Polis Akademiyası akademiyada hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə abituriyentlərin qəbul müsabiqəsini elan edir. Polis Akademiyasında oxumaq istəyən abituriyentlər 15 dekabr 2025 tarixindən 22 fevral 2026 tarixinə qədər bazar günləri istisna olmaqla həftənin bütün günləri axşam saat 5-ə qədər sənədlərini yerli polis idarələrinə təqdim edə bilərlər. Sənədlərini təqdim edən abituriyentlər müəyyən yoxlamadan keçəcəklər. Yoxlamadan uğurla keçdikdən sonra, yəni fiziki normativlər var burada, həkim rəyi var. Bunlardan uğurla keçən abituriyentlər BİM tərəfindən təşkil olunmuş imtahanda iştirak edib Polis Akademiyasına qəbul olacaqlar. Hüquqşünaslıq ixtisasında oxumaq istəyən abituriyentlər 3-cü qrup ixtisasları üzrə, informasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyən abituriyentlər isə 1-ci qrup fənlər üzrə imtahan verəcək. İmtahan yeri və imtahan tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən təyin olunacaq.